Salam, əziz izləyicilər. Bu ayda ulduzlardan xoş xəbərlərlə gəlmişik. Çoxumuz üçün yayın başlanğıcı günəşli əhval-ruhiyyə ilə əlaqələndirilir. Hamımız iyun ayından yeni, maraqlı və romantik bir şey gözləyirik. Məsələn, arzuların yerinə yetirilməsi. İyun ayında xəyallar daha parlaq, istəklər daha cəsarətlidir. Əmin ola bilərsiniz, 2026-cı ilin iyun ayı sizə yeni başlanğıclar üçün bir çox fürsət verəcək, nailiyyətlər və özünəynam üçün enerji verəcək. İyun ayında baş verən astroloji hadisələrə xüsusilə diqqət yetirməyə dəyər. Bu ayda romantik düşüncələr mərkəzi yer tutacaq və bu yaradıcı insanlar və tətillərdən zövq alanlar üçün əla zamandır. Daha ətraflı izləyin. Abunə olmağı unutmayın. İyun ayı Qoç bürcü üçün çətin bir ay olacaq, potensial olaraq münaqişəyə səbəb ola bilər və ya bəzi səylərinizi poza bilər. Ailəniz və dostlarınız sizi tələsik hərəkətlərdən qorumaq üçün məsləhətlər verə bilərlər. Lakin bu ay ailə bağlarını möhkəmləndirmək üçün idealdır. Dincəlmək istədiyiniz müddətdə qohumlarınızın köməyinizə ehtiyacı ola bilər. Amma impulsiv hərəkət etməməyə çalışın, çünki bu münaqişəyə səbəb ola bilər. Subay qoçlar iyun ayında kiminləsə əlaqə qurmaq şansına sahib ola bilərlər, lakin bu uzun müddətli güclü bir münasibətə çevrilməyəcək. İyun ayında sağlamlığınıza daha diqqətli olun. Yuxarı tənəffüs yollarının infeksiyaları və soyuq dəymədən qaynaqlanan ağırlaşmalar riski var. İmmunitetinizi artırmaq üçün vitamin kursu qəbul etmək yaxşı olardı. İyun ayı işdə də çətin olacaq. Sizə yeni məsuliyyətlər verilə bilər. Buna görə də işinizin heç olmasa bir hissəsini həmkarlarınıza həvalə etməkdən çəkinməyin. Yorğunluq və emosiyaların təsiri altında istefa ərizənizi yazmağa tələsməyin. Bu çətin dövr gələcəkdə sizə yaxşı xidmət edəcək və sizi misilsiz bir mütəxəssis edəcək keyfiyyətlərə yiyələnməyə kömək edəcək. Buğa bürcü üçün iyun ayı şəxsi həyatlarında harmoniya ayı olacaq. Ona görə də subay buğa nümayəndələri romantik görüşlərə ümid edə bilərlər, ailə buğaları isə partnyorları ilə həsəd aparacaq bir anlaşma quracaqlar. Lakin xüsusən də ailə həyatında və işdə maliyyə məsələləri ilə bağlı münaqişələr mümkündür. Gələcəkdə özünüzü onların dəstəyindən məhrum etməmək üçün qohumlarınıza və ya partnyorlarınıza qarşı çox sərt olmayın. Sağlamlıq baxımından iyun ayı kifayət qədər sabit bir ay olacaq. Xüsusən də daha çox gəzintiyə çıxsanız, idman etsəniz və ya təmiz havada qaçmağa başlasanız, rifahınız güclü olacaq. Sağlam qidalanma ayıq və yaxşı fiziki vəziyyətdə qalmağın açarıdır. Nəhayət dövr yaxşıdır, lakin tələsik xərclərdən və xüsusilə şübhəli yollarla böyük pul qazanmağa çalışmaqdan çəkinmək vacibdir. İyun ayında peşəkar həyatınız gələcəkdə faydalı olacaq və karyeranızda irəliləməyinizə kömək edəcək tanışlıqlar və görüşlərlə zəngin olacaq. İyun ayında əkizlər bürcü güclü ilham və həyati enerji dalğası gözləməlidir. Vacib qərarlar qəbul edərkən intuisiyanıza etibar edin. Bu əvvəlkindən daha çox güclənib. İyun ayında taleyüklü görüşləriniz ola bilər, ona görə də yoldan keçənlərə gülümsəməyi unutmayın. Bəlkə də bu sizin taleyinizdir. Ailə həyatı yaxşı olacaq, ay yaxınlarınızla harmoniya və anlaşma içində, gündəlik həyat və rahatlıqla bağlı xoş narahatlıqlarla keçəcək. Ailə atmosferini birgə gəzintilər və ya səyahətlərlə qorumaq yaxşı olardı. Bu ay ümumi sağlamlığınız əla olacaq. Lakin iyun ayında onurğanız həssas olacaq, buna görə də intensiv məşqlərdən çəkinin. Bunun əvəzinə çoxlu gəzintiyə çıxın və rahat üzgüçülükdən zövq alın. Oynaqlarınızı qorumağa çalışın və özünüzü pis hiss edirsinizsə, dərhal həkimə müraciət edin. İşdə riskli müəssisələrdən və şübhəli layihələrdən uzaq durmağa çalışın, ehtiyatlı olun. Cari tapşırıqlara diqqət yetirmək və sənədləşmə işlərinizi təşkil etmək ən yaxşısıdır. Bu ay əsas peşəkar köməkçiləriniz səbr və intizamdır. Həm sabit maliyyə gəliriniz, həm də rəhbərliyinizin sizə vəzifə yüksəlişi təklif etmək istəyi onlardan asılıdır. Xərçəng. Bu bürcün nümayəndələri iyun ayında böyük dəyişikliklərlə qarşılaşacaqlar və sizdə onlara hazırlaşmaq üçün cəsarət olacaq. Dəyişiklikləri qəbul etməli, vacib görüşlərə diqqətli olmalı və fürsətləri əldən verməmək üçün ayıq-sayıq olmalısınız. Subay xərçənglər iyun ayında əhəmiyyətli bir görüş keçirəcəklər,
Buna görə də mədəni tədbirlərdə iştirak edin və daha çox ünsiyyət qurmağa çalışın. Ailə xərçəngləri münasibətlərində çoxdan gözlənilən harmoniyanı yaşayacaqlar. İyun ayında həyatınız olduqca aktiv olacaq, buna görə də ayın sonuna qədər özünüzü pis və çox yorğun hiss edə bilərsiniz. Bu simptomları görməzdən gəlməyin, istirahət etmək üçün vaxt tapın. İyun ayında həmçinin çəki artımına meyilli olacaqsınız, buna görə də pəhrizinizə nəzarət etməyə çalışın. Peşəkar həyatınızda bu iddialı layihələri inamla qəbul edə, yeni bir iş axtara və ya müəyyən edilmiş qaydaları dəyişdirə biləcəyiniz bir dövr olacaq. Və müdirinizi qəzəbləndirməkdən qorxmayın. Bu cür addımlar sizə yalnız hörmət qazandıracaq və dəyərinizi nümayiş etdirəcək. İyun ayı maliyyə sabitliyi ayıdır, buna görə də zövqlərə, xəyallara və ya uzunmüddətli layihələrə investisiya qoymaq üçün pul xərcləmək imkanınız olacaq. İyun ayında şirlər həyat prioritetlərini yenidən nəzərdən keçirməli olacaqlar. Dəyişdirə bilmədiyiniz şeyləri qəbul edin və intuisiyanıza etibar edin. Bu mütləq sizə həyatınızda ən vacib olanı deyəcək. Şəxsi həyatınızda pozulmuş münasibətlərə son qoymaq və ürəyinizi yeni hisslərə açmaq üçün güc tapmaq vacibdir. İyun ayında həyatınızda əhəmiyyətli bir yer tutacaq biri ilə tanış olmaq üçün hər şansınız var. Şirlərin evində sülh və səmimi anlaşma hökm sürəcək, xüsusən də partnyorunuzu olduğu kimi qəbul etməyi öyrənsəniz. Sağlamlıq baxımından ürəyiniz və qan damarlarınız həssas olacaq, buna görə də həddindən artıq stressdən qaçın. Bunun əvəzinə üzgüçülük, velosiped sürmə və ya sadəcə təmiz havada gəzmək kimi rahat fəaliyyətlərdən zövq alın. Məişət xəsarətləri riski də var, buna görə də alətlərlə işləyərkən diqqətli olun. İyun ayında iş çətin olacaq, çoxlu iş olacaq, amma ayın sonuna qədər bütün səyləriniz bol mükafatlandırılacaq. Bonuslar və ya maaş artımları mümkündür. Ay ərzində gələn gəlirli bir təklifi qaçırmayın. Bu maliyyə vəziyyətinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Qız bürcləri iyun ayında tamamilə məişət məsələlərinə diqqət yetirməli olacaqlar. Nə qədər müstəqil qərarlar qəbul etsəniz, narahatlıq və qətiyyətsizliyin öhdəsindən bir o qədər yaxşı gələcəksiniz. Buna görə də xüsusən də öz rifahınızla bağlı məsələlərdə məsuliyyət götürməkdən çəkinməyin. Ailə qız bürcləri münasibətlərində bir az soyuqluq hiss edə bilərlər, çünki hər bir tərəfdaş öz işləri ilə çox məşğul olacaq. Əgər tərəfdaşınıza tam azadlıq vermək və özünüz üçün də eyni şeyi tələb etmək üçün taktika və səbriniz varsa, münasibətlərinizdə harmoniyanı qoruya biləcəksiniz. Subay qız bürcləri hələlik romantik görüşlərdən və yeni tanışlıqlardan çəkinməlidirlər. İyun dərin, şuurlu tənhalıq üçün daha uyğundur. İyun ayında sağlamlığınızın pisləşməsinin yeganə səbəbi yığılmış stressdir. Bu, tez-tez baş verən miqren, oynaq ağrıları və ya əhval-ruhiyyənin dəyişkənliyində özünü göstərə bilər. Stressi idarə etməyin ən yaxşı yolu dərmanlarla deyil, masaj, yoga və ənənəvi tipplə, eləcə də həddindən artıq yemək də daxil olmaqla pis vərdişlərdən imtina etməkdir. İşdə maliyyə çətinlikləri, eləcə də emosional qeyri-sabitlik mümkündür ki, bu da həmkarlarınızla münaqişələrə səbəb ola bilər. Mövcud strategiyalarınızı nəzərdən keçirin və gözləmə və görmə yanaşması tətbiq edin. Yeni investorlar və ya əlaqəli təşkilatlardan dəstək axtarmalı ola bilərsiniz. Tərəzilər iyun ayını nostaljik əhval-ruhiyyə ilə qarşılayacaqlar. Kortəbii hərəkətlərə meyilli olacaqsınız, səyahətlərə və gözlənilməz görüşlərə can atacaqsınız və iyun bütün bunlar üçün mükəmməl aydır. Şəxsi həyatınızda iyun ayında yaxınlarınızla daha tolerant olmağa çalışın və tənqid və ya şikayətlərlə münaqişələrə səbəb olmamaq üçün sözlərinizə diqqət yetirin. Ailəvi tətil və ya səyahət planlaşdırın. Bu, sizi və partnyorunuzu daha da yaxınlaşdıracaq və ailənizdə çoxdan gözlənilən harmoniya bərqərar olacaq. Subay tərəzilərin gələcəkdə romantik münasibət qura biləcəyi maraqlı bir insanla tanış olmaq üçün hər şansı var. Səhhətiniz yaxşı olacaq, ona görə də aktiv idmanla məşğul olmaqdan çəkinməyin. İndi pəhrizinizi nəzərdən keçirməyin, pis vərdişlərdən imtina etməyin və bədən quruluşunuzu düzəltməyə başlamağın vaxtıdır. Axı bildiyimiz kimi mükəmməlliyin həddi yoxdur. İşdə həmkarlarınızdan intriqa ilə qarşılaşa bilərsiniz və sizə bir şeyin deyildiyini hiss edə bilərsiniz. Hər hansı bir anlaşılmazlığı sülh yolu ilə həll etməyə çalışın,
Başqasına qarşı dostluq naminə heç kimlə əməkdaşlıq etməyin və aldığınız bütün təkliflərin şərtlərini diqqətlə nəzərdən keçirin. Şübhəli sövdələşmələrdən və layihələrdən qaçınmaq ən yaxşısıdır. Ehtiyatlı qənaət etsəniz, ay maliyyə sabitliyi ilə keçəcək. Əqrəblər üçün iyun ayı xarici yenilənmə ayı olacaq. Yeni geyimlər sınamaq, imicinizi və stilinizi dəyişdirmək və ümumiyyətlə ürəyinizi yeni və maraqlı bir şeyə açmaq istəyəcəksiniz. Bu düzgün münasibətdir, çünki yalnız o zaman şans, güclü enerji dalğası və taleyüklü görüşlərə qapı açacaqsınız. Ailəli əqrəblər üçün intuisiyanızın məsləhətinə əməl etmək, ictimai fəaliyyətlərdən fasilə vermək və partnyorunuzla ünsiyyətə diqqət yetirmək vacib olacaq. Birlikdə gəzinti və ya hətta səyahət təşkil etmək idealdır. Subay əqrəblər üçün taley sizə ruh yoldaşınızı tapmaq şansı verəcək, onunla birlikdə ürəyinizi çoxdan gözlənilən harmoniya ilə dolduracaqsınız. Sağlamlıq problemləri yaranarsa, onlar yalnız ağır iş yükünün nəticəsi olacaq. Miqrendən qurtulmağa çalışaraq həbləri udmağa tələsməyin, yuxu cədvəli qurun və bədəninizə istirahət verin. İyun ayında sakit fəaliyyətlər və asudə vaxtlar sizin üçün vacib olacaq. İşdə işgüzar səfərlər, çoxlu tələskənlik və sənədləşmə işləri, yaxınlaşan son tarixlər və təcili layihələrlə qarşılaşa bilərsiniz. Əgər iyun ayını masanızdan uzaqda keçirmək üçün ən kiçik bir fürsətiniz varsa, bunu edin və tətilə çıxın. Maliyyə baxımından çox arzu olunan və bahalı, lakin tamamilə faydasız bir şey almaq istəyinə qarşı çıxa bilsəniz, hər şey yaxşı olacaq. Oxatan bürcü üçün iyun ayı iş və peşəkar nailiyyətlərlə yadda qalacaq. İstirahət etmək üçün mütləq vaxt olmayacaq, iş sizdən tam sədaqət tələb edəcək. Ayın sonuna qədər işlər bir qədər yaxşılaşacaq və ulduzlar çox faydalı və ümidverici bir görüş vəd edir. Ailə həyatında oxatan bürcünün üzvləri maliyyə çətinlikləri ilə bağlı partnyorları ilə fikir ayrılıqları yaşaya bilərlər. Buna görə də emosiyalarınızı nəzarətdə saxlamağa və fikirlərinizi daha yumşaq və nəzakətli şəkildə ifadə etməyə çalışın. Subay oxatan bürcünün üzvləri iyun ayında ilk baxışdan əsl sevgi şansına sahib olacaqlar. Əhval-ruhiyyə dəyişiklikləri yuxu rejiminizi poza biləcəyi istisna olmaqla, sağlamlığınızla bağlı narahat olmağınıza ehtiyac yoxdur. Lakin bu müntəzəm məşqlərlə asanlıqla həll edilə bilər. İyun ayında təmiz havada gəzinti, velosiped sürmə və ya qaçışla fiziki hazırlığınızı və əla emosional vəziyyətinizi qoruya bilərsiniz. İşdə karyera yüksəlişi mümkündür, lakin bu yayın sonunda baş verəcək və indi zəmin hazırlamaq üçün çalışmalısınız. Həmkarlarınızla münaqişələrdən çəkinin və xərclərinizdə ehtiyatlı olun. İndi soyuqqanlı iqtisadiyyata sadiq qalmağın və investisiyalardan, xüsusən də şübhəli investisiyalardan çəkinməyin vaxtıdır. İyun ayının ilk yarısında oğlaqlar əlamətdar bir şey yaşamayacaqlar. Hər şey hamar və sabit olacaq. Lakin ikinci yarısında əsl qətiyyət və enerji dalğası yaşayacaqsınız. Hərəkətə məqsədlərinizə çatmağa və yaradıcı nailiyyətlərə can atacaqsınız. Maraqlıdır ki, bütün bunlar sizin üçün uğurlu olacaq və yalnız uğurlu olmayacaq. Bu gəlirli maliyyə imkanlarına gətirib çıxaracaq. Ailəli oğlaqlar üçün ailənizdəki atmosfer nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Mövcud problemləri həll edə və harmoniya və qarşılıqlı anlaşmanı bərpa edə biləcəksiniz. Bununla belə, subay oğlaqlar geniş miqyaslı romantik nəticələrə səbəb olacaq maraqlı bir qarşılaşma ilə qarşılaşa bilərlər. Sağlamlıq baxımından da narahat olmağa dəyməz, amma immunitet sisteminizi dəstəkləmək üçün vitamin qəbulunuzu artırmağa çalışın. Sərt günəşdən qaçınmaq ən yaxşısıdır, sərin qalmağa çalışın. Həddindən artıq isti indi sizin üçün əks göstərişdir. İşdə hər bir uğura birdən nail olmağa çalışmayın. Həftə sonundan kənara çıxmadan sabit və sakit işləyin. Maliyyə xərclərinizə, imzaladığınız sənədlərə və razılaşdığınız müqavilələrə xüsusilə diqqətli olun. İyun ayı Dolça bürcü üçün xüsusən də sağlamlıq baxımından çətin bir ay olacaq. Pəhrizinizi yenidən nəzərdən keçirməli və fərqli bir qidalanma planına keçməli olacaqsınız. Əks halda sağlamlığınızın pisləşməsi həkimə müraciət etməyi tələb edəcək. İşdə həqiqətən istəmədiyiniz bir şey etməli olacaqsınız və müdiriniz tərəfindən bəyənməyəcəyiniz görünməmiş bir təzyiqlə qarşılaşa bilərsiniz.
İşinizi dəyişdirmək və ya hətta peşənizdən imtina etmək qərarına gələ bilərsiniz. Bu qarışıq dövrdən sağ çıxmağı bacarsanız, ayın sonunda maddi mükafat və layiqincə qiymətləndiriləcəksiniz. Ailə həyatı da sakit olmayacaq, xırda qıcıqlandırıcı mübahisələr sizi narahat edəcək. Buna görə də isti və hörmətli bir atmosferi qorumaq üçün ağıllı güzəştlər tapmağa çalışın. Subay dolçalar yalnız romantik baxımdan deyil, həm də peşəkar baxımdan faydalı olacaq yeni əlaqələr qura bilərlər. İyun ayı maliyyə baxımından sabit bir ay olacaq, ancaq yalnız ehtiyatlı qənaət tətbiq etsəniz. Gəlirli bir layihədə iştirak edərək öz qənaətlərinizi artırmaq şansınız olacaq. Balıqlar üçün iyun ayı planların dəyişdiyi bir ay olacaq. Həyatda bir çox xoş şeylərdən imtina edərək daha faydalı və sağlam şeylərə üstünlük verməli olacaqsınız. Bu problemlərin və ya çətinliklərin nəticəsi olmayacaq, sadəcə daha praktik və ağıllı düşünəcəksiniz. Yaşlı qohumlarınızın köməyinizə ehtiyacı olacaq, ona görə də onlara qayğı göstərməkdən imtina etməyin. Subay balıqlar dostlarla görüşlər və romantik sürprizlər gözləyə bilər. Keçmişdə incə hisslərinizi bölüşdüyünüz biri həyatınıza qayıda bilər. Sağlam pəhriz saxlasanız, sağlamlıq problemləri problem yaratmayacaq. Qidalanma vərdişlərinizi yenidən nəzərdən keçirməyə çalışın və dərhal özünüzü daha yaxşı hiss edəcəksiniz. Mümkünsə tətilə çıxın, həyatınızdakı hadisələr iş məsələləri arxa plana keçəcək şəkildə inkişaf edəcək. Ailə məsələləri daha vacib olacaq və siz onlara diqqət yetirəcəksiniz. Çox vaxt işinizin hesabına, lakin rəhbərlərinizdən anlayış tapacaqsınız.